Şərqi Zəngəzur bizim tarixi torpağımızdır. Qərbi Zəngəzur bizim tarixi torpağımızdır. Biz tarixi unuda bilmərik. Bizim dədə-baba torpağımızdır. Bütün Zəngəzur, Şərqi və Qərbi Zəngəzur. Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur var və bizim dədə-baba torpağımız. Və demişəm ki, biz ora qayıtmalıyıq. Və bunu 10 il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz ora qayıtmalıyıq. Və qayıdacağıq. Və qayıdırıq. Və heç kim bizi dayandıra bilməz. 10 noyabr üçtərəfli bəyanatda göstərilir. Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur. Bizim doğma torpağımız Göyçə Maxalıdır. İrəvandır. Biz qayıdacağız. Hoş geldiniz. Siz de hoş gelmişsiniz. Tamam. 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 Siz de hoş gelmişsiniz. Halkımızın tarihi hem şereflidir, hem kederlidir. Ancak geçmiş köçkünler kadar eziyet çeken bizim tarihimizde insanlar olmuyor. Hem mənəvi əzab, hem fiziki əziyyət, hem torpaqların itirilməsi, öz yaxınlarının məzarlarını ziyarət edə bilməməyimiz, bu dərdin belə də misli bərabəri yoxdur. Və 30 il ərzində bizə deyirlər ki, gözləyin, tələsməyin, müharibə aparmayın. Bu münaqişənin hərbi həlli yoxdur. Nə üçün deyirlər ki, bax burada əbədi erməni yaşasın. Və biz bu torpaqları görməyək. Bizi razı salmaq istəyirlər, inandırmağa çalışırdılar. Müharibə yolu ilə məsələ həll olunmaz. Əsas məqsəd heç vaxt Azərbaycana imkan verməmək ki, öz ərazi bütövlüyünü bərpa eləsin. Ancaq biz nə etdik? Bax, bunun kimi minlərlə aslanın hesabına gəldi bura və bugün burada durmuşlar. O ədalətli müharibə idi, azadlıq müharibəsi idi. Həm 44 gün, həm bir gün.
onunla da məsələ bitdi. Əgər Ermənistanda kimsə yenidən baş qaldırsa, nə görəcək? Bunu görəcək. Aylaçın, canlaçın, mən sənə qurbanlaçın. Aylaçın, canlaçın, mən sənə qurbanlaçın. Qarabağ və Şərqi Zəngəzur haqqında danışdıqda Azərbaycan tarixi haqqında da danışmalıyıq. Bizim zəngin tariximiz, əfsuslar olsun ki, Ermənistan tərəfindən, erməni diaspor tərəfindən uzun illər ərzində təhrif edilmişdir və bu istiqamətdə bizə qarşı aparılan təbliğat bugün də dayanmır. Ona görə bunun qabağına biz öz həqiqətlərimizi qoymalıyıq. Bu barədə mən 10 il bundan əvvəl Akademiyanın 70 illiyindən danışmışam. Bugün də bu barədə danışmaq istəyirəm ki, biz öz tariximizi tədqiq etməliyik və təbliğ etməliyik. Xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bugün heç bir ölkədə Azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq. Tanklarla yox, avtomobillərlə qayıtmalıyıq.